özündə hansı problem baş verir ki, övladı ilə bu cür davranır? Övladı ilə bu cür davranışlar göstərirsə, böyük ehtimal ki, özünün də uşaqlıqda bu cür sərhədləri pozulmuşdur. Onun üçün emosional yaxınlıq fiziki yaxınlığa bərabərdir. İkinci ehtimal isə emosional ehtiyac və boşluqdur. Bu cür valideynlər özlərinin uşaqlıqlarında da sevgi, şəfqət, qayğı görmədiklərinə görə, əslində isə o, uşağı ilə bu cür münasibət quraraq, ona həddindən artıq təmas göstərərək öz uşaqlığında yaşamadığı sevgini bərpa etməyə çalışır. Üçüncü ehtimal öz evladı ilə emosional partnyor kimi arasında bağlılıq. Bəzi valideynlər, xüsusilə də özünü emosional olaraq yalnız hiss edən valideynlər daxillərindəki bu boşluğu öz evladları ilə doldurmağa çalışırlar. Valideyn öz evladı ilə arasındakı sərhəddi, məsafəni itirir və övladını özünün bir parçası kimi görməyə başlayır.